Salam, hörmətli icazə. Mən hüquqşünas Zaur Seyidzadə. Borcu ödəyənlərə, amil ödəyənlərə, eyni zamanda digər valideyn uşağına ünsiyyət qurmasına mane olanlara bir neçə vacib xəbər çatdıracağam. Zəhmət olmasa hər şey aydın olması üçün videoya sonuna qədər baxın. Qeyd edin ki, videonun bir qismi, qısa bir hissəsi YouTube kanalının short bölməsində olur. İnsanlar oradan girib baxır, aydın olmur. Ona görə həmin videonun altında yazılan ki, tam video YouTube'da oradan girib baxın. Və TikTok izləyəcəyimə deməsin ki, mən videomu çoxsun TikTok'da qoymuram. Amma YouTube kanalı TikTok profilində var, oradan girib baxın. Bəyəni keçdiyim mövzuda zəhmət olmaması dediyim kimi videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu ayda xəbər olsun. Deməli, birinci xəbər nədən ibarətdir? Hörmətli icazə. Zəhmət olmasa, əgər məhkəmə qaydasında amil ödəyirsinizsə, borc ödəyirsinizsə, gördüyüm mütləq qaydada yoxlatdırın. İcrası gəlir sizdən məsələsini belə deyər. 200 manat, 300 manat alır ki, qarşı tərəfə borcum var, evi yox, mən onu sakit edəyəm, sən bir qismini ödə. Amma pulu alır qoyur cibinə. Gördünüzmü, Gədə bəyin icra idarəsinin belə deyər, rəhbərini tutdular, icrası məmur tutdular, yəni cinayət işi qaldırdılar. Mən özüm belə bir şey deyim. Mən bir nəfər 50 olan şəxs ailəsini mənə müraciət eləmişdi. Mən özüm 50 arabasında olduğuma görə, 50 sahəsini daha yaxşı bildiyimə görə, daha çox 50 olan şəxslər mənə müraciət edir. Müraciət eləmişdi Cərabadda. Onları həbsə eləmişlər ki, sən amil ödəmirsən. Amma bu adam amil ödəmişdi icra məmuruna. İcra məmuru özü götürüb Gədəbəydə olduğu kimi qoymuşdu cibinə. Sonra hesablamışlar ki, bu adam ödəyib, bunu yəni buraxmışdır, belə deyək də. Həbsdən azad ehtiyar büyüdük, hörmətli icracı. Ona görə heç vaxtı, belə deyək, pulu icra məmuruna ödəməyim. Əgər ödəmək lazımdır, ödəyim qarşı tərəfin kart hesabına, bank hesabına, alınmasa poçtla ödəyim. Axır ki, əlinizdə bir qəbz olsun. Qarşı tərəfin özünə də verməyim. Sonra problem olur, hörmətli icracı, nəzərə alın. Əsas məsələdən biri bu. Yəni ki, bir tərəfdən belə problem olur hüquqi cəhətdən, digər tərəfdən mənəvi problem olur. Məsəl üçün, yəni, siz 200 manat ödəyirsinizsə, 100 manatın icra məmuru qoyur cibinə, qarşı tərəfdə qızıq yaradır ki, bu ödəmir. Amma siz özünüz aparıb 200 manat ödəsiniz ki, bir yox, məsəl üçün 1000 manat borcum var, ondan sığ, yəni qarşı tərəfdə sizi başa düşər. Mən qarşı tərəfə müraciət edirəm ki, digər tərəfi başa düşüb, icra məmuruna bunu istifadə edir. Hörmətli icracı.